hamısında dövlətdən, dünyadan misal gətirirlər. Dünya praktikasında bu vergi var. Dünyada bu vergi Amerikada var, Avropada var. Onda sizə sual verirəm. Yaxşı, o büdcədə 1 manat minimum əmək haqqını niyə qaldırmırsınız? Baxın, hələ sizin dediyiniz inflasiyaya görə 2025-ci ildə 5,7%, 6% inflasiya var. Yəni dünənə qədər 1 manat aldığımızı 1 manat 6 qəpiyə almışıq. Heç olmasa bunu identifikasiya eləyin də, yəni ki, o inflasiya qədər artırın da ki, biz keçən ilki kimi yaşayaq. Minimum əmək haqqının 1 qəpik də qaldırmırsan, faiz, inflasiya faizi biz bilirik ki, minimum 20%'dir. 5-6% inflasiya yoxdur. Gedin çörəyin, yağın, suyun, qəndin, nə bilim, toz şəkərin qiymətinə baxın. Hamımız gündə marketlərə giririk, çıxırıq. Ən azı 20-25% inflasiya var. Qoydum 20-25%. Heç olmasa bu inflasiyanı ödəyin insanlara. Mən rifah normal ölkələrdə ildə 4 dəfə inflasiyaya görə ödəniş edirlər. Türkiyədə 2 dəfə 6 aydan bir, bizdə 2 ildən bir minnətlə inflasiyanın pulunu indeksasiya eləyirlər. Hələ onda minnətlə qoyurlar ki, minimum əmək haqqını qaldırmışıq.